Axşamınız xeyir olsun. Axır ki, əskərimizin yaşadığı ünvanı tapdıq. Necəsiz? Xoş gördük. ATV kanalı, Komanda TV verilişi. Bizim, olar, keçək, gəlin. İstəyərdik, məlumat üçün çatdıraq ki, əskər yaxşı xidmət elədiyinə görə biz bir neçə əskərin valideynlərinə gedirik, müsahibə alırıq və onları xalqa tanıtdırırıq ki, bu cür övlad böyüyüb başa çatdırmısınız. Darıxırsınız əskər üçün? Çox darıxırım. Neçə aydır görmürsünüz? 8 aydır. 8 aydır görmürsünüz. Maşallah olsun, buyurun, qarşılayın onu. Ne yaxşı. Biz gözləsən gelirdi ki, nə vaxtı gələ bilərsən. Dedi, inşallah martda gələrəm, amma gözləmirdik heç. Sağ olsun, komandir 10 günlük əlavə məzuniyyət verdi. Məzuniyyət biletini sizə təqdim edeyim. Əskərimiz qalib ordu sırasında xidmət aparır, şərəfli xidmət aparır və biz də özümüzə borc bilirik ki, bu cür əskərləri xalqımıza tanıtdıraq, bu cür valideynləri xalqımıza tanıtdıraq. Mən çox təşəkkür edirəm, vallahi hamımıza çox ehtiyacımız var idi. Yəni, belə atamız bu yaxında rəhmətə gedib iyun ayında. Ona görə yəni çox ehtiyacımız var idi. Darıxırdıq. Əmisi olaraq siz nə deyirsiniz? Birinci növbədə biz sizə minnətdarıq ki, siz bu şəraiti yaratdınız. ATV kanalına, ATV kanalının rəhbərliyinə və bizim bu hərbidə qulluq eləyən əskərlərimizi belə işıqlandırırsınız, belə nümunəvi əskərləri ələxsus daha da ruhlandırırsınız. Mən komandirlərinə də təşəkkür edirəm. Öz övladları kimi baxırlar, evdən çıxıbsa tərbiyəsi ilə məşğuldurlar. Yaşasın Azərbaycan ordusu, yaşasın Ali Baş Komandan.